2008-ci il iyul ayının 15-də Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində adam oğurluğu, qətl və basqınlar törətmiş cinayətkar dəstənin axtarışda olan üzvü Füzuli Məmmədovu Bakının Sabunçu rayonunda yaxalayırlar. Əslən Gürcüstanın Bolnisi rayonundan olan şəxs irəli sürülmüş iddiama əsasən 15 il əvvəl Abşeron rayonunda vətəndaş Vahid Hümbətovun qətlində iştirak etməkdə günahlandırılır. İbtidai istintaq materiallarına əsasən Füzuli Məmmədov həmkəndlisi Müğdət Ömərovun 1991-ci ildən etibarən Gürcüstan və Azərbaycan Respublikası ərazilərində ayrı-ayrı şəxsləri qəsdən öldürmək, silahlı basqın edib oğurlamaq, özgənin əmlakını ələ keçirmək və hədə-qorxu ilə tələb etmək məqsədi ilə rəhbərlik etdiyi banda tərəfindən törədilən cinayətlərdə iştirak edib. Belə ki, 1993-cü il oktyabrın 3-də Müğdət Ömərov, Naqmat Omarov, Nəbi Əliyev, Ramiz Ələkbərov və Füzuli Məmmədov Bakı şəhərində Neftçilər metro stansiyasının yaxınlığında vətəndaş Vahid Hümbətovu aldadıb, Vaz 2106 markalı avtomaşına otuzduraraq, arxasınca gələn Vaz 2107 maşını ilə birgə şəhərdən çıxıblar və avtomobilləri Şamaxı istiqamətində idarə ediblər. Abşeron rayonunun Çaylı kəndinə aparan torpaq yolunda maşınları saxlayıblar. Arxa oturacaqda əyləşən Füzuli Məmmədov öz yerini sükan arxasında olan Nəbi Əliyevə verib. Öz növbəsində sonuncunun əvəzinə ora Müğdət Ömərov əyləşib. Qısa sorğu-sualdan sonra Müğdət və Nəbi hər biri əllərində olan tapancalardan Vahid Hümbətovun baş və sinə nahiyələrinə atəşlər açıblar. Daha sonra Füzuli Məmmədov cinayətin izini itirilməsi niyyəti ilə meyidi Nəbi Əliyevlə maşından çıxararaq 18 metr kənarda üzərinə yanacaq tökməklə yandırıblar. Qeyd edək ki, cinayətkar dəstənin əməllərində iştirak etdiyi üçün 2004-2005-ci illərdə məsuliyyətə İmran Ömərov, oğulları Hümmət və Naqmat, qohumu Emin Şahbazov, beylər Allahverdiyev, Ramiz Ələkbərov cəlb və ağır cinayətlərə dair işlər üzrə məhkəmənin 27 oktyabr 2005-ci il tarixli hökmünə əsasən müxtəlif müddətli cəzalara məhkum olunublar. Bandanın başçısı Müğdət Ömərov Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həbs edilib. İş materiallarına əlavə olunmuş məhkəmənin 20 noyabr 2006-cı il tarixli hökmü ilə Müğdət Ömərov Cinayət Məcəlləsinin 120, 181, 206, 221 və 228-ci maddələrlə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Füzuli Məmmədov bildirib ki, Ömərovların Gürcüstanın Siskalı kəndində böyük mağazaları olub. O əvvəllər həmin dükanlarda fəhlə işləyib. 1993-cü ildə Müğdət ona KAMAZ avtomaşınına yüklənilmiş mineral suyun Bolnisi rayonundan Bakıya aparılmasını tapşırıb. O razı olub və malı Ömərovların Qaraçuxur qəsəbəsindəki obyektlərini boşaldılmasına kömək edib. Sonra Müğdət ona Bakıda qalıb, onlara məxsus ambarda işləməyi təklif edib. Füzulinin sözlərinə görə onun işi alınan əşyaları sayıb alıcılara verməkdən və yüklənməsinə köməklik etməkdən ibarət olub. Sonra o bir müddət Müğdətin Gənclik metro stansiyası yaxınlığında yerləşən evinin altında zirzəmi qazmaqla məşğul olub. Elə həmin vaxtlarda Müğdətin yanında Nəbi Əliyevi və beylər Allahverdiyevi görüb. Siz özünüzü bu verilən iddiamla insan ölümündə bir də bandanın üzvü kimi təqsirli bilirsiniz? Hayır, yok. Bilmiyorum. Bəs niyə suala cavab verirsiniz? Təqsirli bilirəm. Başa düşmədim. Başa düş sonra cavab verir suala. Məmmədov, siz Azərbaycan dilini bilmirsiniz. Mən sizdən Azərbaycan dilində danışım. Nəyə başa düşmədim? Mən sual verirəm ki, siz özünüzü verilən iddiamla təqsirli bilirsiniz yoxsa yox? Deyirsiniz ki, bəli, sonra deyirsiniz. Nədə təqsirli bilmirsiniz? Uğramışlar. Heç birindən təqsirli bilmirsiniz. Sənin rəqəbin var. Rəqəb nə? Kriçkan. Kriçkan? Var. Nədir? İlo deyirlər. İlo deyirlər. Feyzuq deyirlər. İlo deyirlər də sənə. Hə, İlo deyirlər, Feyzuq deyirlər. Kim bilirdi sənin o rəqəbini? Bütün kəntan bilir. Nə bilirdi? Bilir. İşləyəndə də İlo deyirlər də sənə. Hə. Bax, bu öldürülən adam kim? Tanıyırsan onu? Hümmət Vahid. Xeyr, tanıyır. Nə cür adam idi? Birinci dəfə idi sən onu görürdün. Bəli, belediyyəsi onu salam da heç bir məsələni görmüş. Sən orada skladda, Seyidrovkada skladda işləyəndə, sonra işləmə görə Muğdətin Gənclikdə 2 ilə böyük olub orada işləmişsən. Bəli, orada işləmişəm. Orada bu adam gəlib getməyib orada, görməmişsən? Xeyr, gəlib. Sonra Muğdət nə işlə məşğul idi Bakıda?
Mal satıyor. Mal satırdılar. Bəli. Sənin işinin adı nə idi? Nə Mən işin? doldurmaq, boşaltmaq, sənət vermək belə. Muğdadın yanına kim gəlib gelirdi yaxınlar? Çox hamı cavab verir, mən nə tədbir edirəm ki, cavab verir. Nəbi kimdir? Nəbi bizim qonşu kəndçidir. O da Gürcistanlıdır. O niyə gəlib gelirdi Muğdadın yanına? İşləyiblər barabar bu yerdə. Yəni şəri idilər yoxsa nə tərəf? Efər? Şəri idilər yoxsa nə idilər? Yox, onun gölləri daha güzel, işlətmiş dağılır. Bəs Ramiz kimdir? Tabii. 93-cü il oktyabrın 3-də axşam vaxtı Müqdət idarə etdiyi Vaz 2107 markalı maşınla Qaraçuxur qəsəbəsində yerləşən obyektə gəlib və ona nəqliyyata oturmasını tapşırıb. Neftçilər metro stansiyasının yanında yerləşən parkın qarşısında təxminən 10 dəqiqə dayandıqdan sonra şəhərdən çıxıblar. Yadındadır ki, dövlət yol polis postunu keçəndən sonra Müqdət maşını torpaq yola istiqamətləndirib. Biraz getdikdən sonra o maşını saxlayıb. Arxalarınca gələn Vaz 2106 markalı avtomaşın da dayandıqdan sonra salondan Nəbi Əliyev və Ramiz Ələkbərov düşüb. Tanımadığı hündür boylu şəxsi o ilk dəfə görüb. Müqdətin tələbinə görə həmin şəxs qabaq, Nəbi, Topal ləqəbli Ramiz və Füzuli Məmmədov onun arxasındakı oturacağa eləşiblər. Müqdət həmin şəxsə sənin öldürmək üçün axtardığın adam mənəm söyləyib. Sonuncu isə, hə, mən səni axtarmışam deyə cavab verib. Bir anda Müqdət şalvarının belinə taxdığı tapancanı onun başına tuşlayıb atəş açıb və sonra qapını açıb onun qolundan tutaraq çölə itələyib. Bakıdan çox uzaqlaşdınız. Bax, burada Abşeron rayonun Çaylı kəndində. Nə qədər getdiniz Bakıdan təxminən? Elə insan yəni çox edilmədi, yox. Sən deyirsən ki, maşını saxladı bir yabanlıqda, bir də gördüm ki, onu orada gəldi, dayandırdım var. Ben gələndə görməmişdim, gördüm, gəlirsin arxoza. Yox, görmədim. Gedəndə sən orada oturmuşdun? Mən qabaqda oturmuşdum. Nədir Muğdadın maşını? Yol 7 idi. Bu neftçilərdəki saxladı, o hara getdi? Düşdü mağazin tərəfə getdi. Nəsə əlində alıb gətirdi? Sigaret alıb gəldi. Başqa nəsə var idi əlində? Yox. Paket, nəsə bir Yox, əşya? heç yox. Yox idi? Yox. O, həmən vaxtı, o sonradan sizin dalınca gələn o aldığını görməmişsən sən onları? Xeyr. Mən özüm də qorxdum, benim görəsim. Bax, gəldiniz, dayandınız bir yabanlıqda. Bəli. Sən niyə düşdün ki yerə? O da deyək düş yerə. Mən o ikinci maşına gələn adam mən qabaqda otursun ona görə. Yox, ikinci adamı gətirdilər, yoxsa özü öz xoşu ilə gəldi, öz əyağı ilə gəldi? Öz ayağıyla gəldi. Özü öz əyağı ilə gəldi. Bəli, o maşından düşdülər. O maşını kim sürürdü? Nəvi? Nədir? O adam harada oturmuşdu, bilmirsən? Kim? Deyib, bax, o öldürülən adam. Qabaqda oturmuşdu. Qabaqda oturmuş. Bəli. Düşdü, öz əyağı ilə gəldi, oturdu, sən yeri var. Sən düşdün, o oturdu. Mən düşdüm, ikisi də dalda oturdular. Kim ikisi? Nəbi ilə? Nəvi ilə bir dənə belə axsayan adam var. Aha, baba. Hə. Hə. Bəs sən harada oturdun? Mən maşına düşməliysə maşına düş. Bildim, sonra sən oturmuşsan maşına. Sonra maşın. Mən sonra şoförü geri yanında oturdum. Şofer yerində oturdun. Geri yanında oturdum. Şoförün maşını. Şoferin arkasında oturdun. Arkasında. Arkasında oturdun. Belə çıxır ki, sən maşını düşüb hərrənib o tərəfdən oturmuşsan. Yox, sağ tərəfdən düşdüm, belə gəldim, maşını birinci geri yanında oturdum. Sonra vurdular şu ki, keçən də oturdum. Ondan da gəldim, belə oturdum. Sol tərəf. Vurdular ki, gəldilər, sən də oturdun. Oturdun. O da həmin vaxt haradaydı? Sükan arkasında. Mən maşını tutdum, O adam da oturmuşdu, onu bölürlər. Bəli. Nə danışdılar? Bilmirəm, nə danışım, mən o vaxt maşını qapıyı açdım, oturdum. Dedi, sən idin, məni gəzən. Mənim adım olur, dedi, hə. Dedi, məni öldürmək istəyir, dedi, hə. Onda damanım olurdu. Həmin hadisə yerində nağmat olur. Yox. Nağmat olur. Olur. Nəvi, mən, Muğdətin özü. Bir də bir dənə çolaq adam var. Təqsirləndirilən şəxsin sözlərinə görə maşından düşən Müqdət yük yerini açıb qabda olan yanacağı götürüb və meyidin üzərinə tökərək od vurub. Nəbi ilə Ramiz maşından kənarda dayanıblar, onların nə etdiklərini görməyib. Müqdət üstünə qışqırdıqdan sonra o avtomobildən düşüb və meyidin yanmasına baxıb. Geri qaydanda Nəbi idarə etdiyi maşınla qabaqda, onunla Müqdət isə arxada gəliblər. Avtomobilin şüşəsi və qapısı qırıldığı üçün Ömərov maşını yavaş sürətlə idarə edib. Meydibəz kim yandırdı? Bilmirəm, birəcə qoldum qaldı. Yalanı mən yalanı dəmbərəm. Kimsə bilirəm, onu bilirəm. Həmin üçün arasında olur, nə olur? Nə qədər sürüb çəkdilər meydi qırarlar? 3 metr, 4 metr. Kim sürürdü? Bilmirəm o.
Ya sən eləmirsən, ya Muğdat eləyib, ya Nəbi eləyib, ya da o dediyin axsaq adamı. Kim eləyibdi? Demirəm, üçə düşdülər. Üç aralanda üçünü bilirəm, Hasan onu gəldi. Sən düşməmişdin. Mən maşına düşmən dedim, belə Heç gördüm. ümumiyyətlə düşməmişdin. Bax, düşmədim maşına. Hə. Mənə gəldi ki, o işi tam olaraq inandılar. Mənə gəldi ki, düşsən qalxıb tutun. Dedim, yox, mən bura yaxşıdır. Dedim, düş qalxıb tutun. Qorxumda düşdüm, mən qalxıb tutun. Sonra oradan gələndən, oradan mən gətirəndən sonra, gələn mənə görə maşına mindi, mənə deyir ki, sən yaşım var. Dedim, yəqin mən də öldürəm, yətən onu görə. Otdum maşına, gənclikdən metroya çatmamışdıq. Mən önce orada dedim, ölə öləcəyik, belə ölürdü da. Boy göstəriş, mən də ölmüşəm. Maşına attın. Maşına özüm attım. Bəs xəstəxanaya nətər getməyiniz, kim aparmır? Onu bilmirəm, heç açıldı davranışı. Həmin vaxtdan sonra da Müqdətlə görüşmüsünüz? Ondan sonra mən çıxdım, varım, getdim rayona. Görüşməmişsiniz Müqdətlə? Bəs rayona gedəndən sonra kiməsə Müqdətin bu hadisə barədə danışmısınız? Yox. Yəni danışa bilərdiniz ümumiyyətlə? Yox, qorxumdan danışayım. Tamam, tanışsa mən öldürəyim. Hansı hadisədən qorxub qaçıb gizlənmişdiniz? Dedim, məni də öldürəcəklər o hadisədə. Siz niyə eləmişdiniz ki, sizi o ölüm təhdidi qorxudurdu? Birdən ki, gözüm görməyib, birdən yanımda adam öldürsünə qorxdum. Yox, siz əvvəldən bilirdiniz ki, onu öldürməyə aparırlar. Xeyr, mən heç gələn maşından qorxdum mən. O maşının əyərində mən qorxuya düşdüm içimdə. Ki, bu nə maşın, gəl yanında mənim. Orada bildiniz onu niyə görə öldürürlər? Yox, Bilmədiniz onu niyə görə öldürdülər? yox, bilmədim. Bircə maşında oturanda onu eşitdim ki, deyək, mənim gəlirsən, mənim adım o da. Dedi, hə. Ona necə müraciət elədi? Kim idi o maşında oturan adam kim idi? Tanımıyorum, bilmirəm kimi. Haralarda olmuşsan bu illərdə? Rayonda. Haradalar? Gürcüstanda. Bakıya işləyəmiz getməmişsin. Yox, xeyr. Nəcə? Belə ona görə qorxdum, daha deyim, mən daha qurtardım. Rayonda harada öz evinizdə o kənddə siz qalda yaşamısan? Ata evində. Həmişə, daim olaraq. Daim olar. Bu 93-cü ildən 15 il keçibdir. Sən heç bir axtaran, Xeyr, xeyr. ümumiyyətlə qapınıza gələn olmayıb. Yox. Və səni harada tutdular? Mən bu da Ramanlı. Niyə gəlmişdin? İşləməyə. Və nə oldu? 15 il keçdi, 15 il müddətində gəlmədin, indi gəldin. Buradan gəlmişdilər rayona. Orada söhbət verdik. Oradan sonra prokuror var idi. Mənə ev get gəl saldı. Şəşi töküyor mənim bağıma. Dedim, mənim pulum yox, gəl kötü məzarında, mən işləyirəm abi. Sonra baxdım, bezdirib. Bir ona görə çıxdım, gəldim mən Bakıya. Sonradan Füzuli Məmmədov Nəbi Əliyevlə görüşəndə sonuncu öldürülən şəxsin nakolkasını Ramiz Ələkbərov tərəfindən verildiyini deyib. Belə ki, Ramiz Müqdətə öldürdükləri şəxsin onu qətlə yetirmək üçün axtardığını deyib. Bunu eşidən Ömərov Ələkbərova həmin adamı tapmağı tapşırıb. Sonuncu, Vahid Ümbətovun yerini müəyyən edəndən sonra onu çöllük yerə aparıb öldürməyi qərarlaşdırıblar. Həmin şəxs oturdu maşına. Orada Necə oturdu? Harada oturdu? qabaq Qabaq senin. Siz arkada. arxada. İndi hansı bələdiyyə getdiniz? Sumqayıt tərəfə. Yox, Muğdat kimdir o? Muğdat qabağına o bizi görəndə əlləri fırladı, maşını sürdü, keçdi. Rafik görürdü mü Muğdatın maşını? Ha, yəqin görərdi. Yox, ilk dəfə gözüm minəndə görürdü bunları. Sizdən soruşmadım ki, bax, nəyə görə? Yox, belə bir söhbət olmadı. Ona görə ki, o nəvini tanıyır, nəvi onu tanıyır, mən onu tanıyıram. Muğdatı tanıyırdı həmin Rafik. İndi onu mən konkret deyə bilmərəm ki, Muğdatı tanıyır, tanımır. Ona görə ki, mən onlarla bir yerdə olmamışam, ondan qabaq ki, tanıyır, tanımır. Hoşum o hərlədi maşını bizdən qabağa sürdü, nəvi də onun dalını. Getdik Sumqayıt tərəfə. Oradan körpünün altından döndük belə. Bir düzənliyə çıxdıq. Düzlüyə elə bir heç kəs. Qabaqda da nol 7'yi gördüm. Rabbim. Bayaq dediniz ki, burada gördü, indi deyirsiniz burada gördü. Yox, orada da deyirəm, qabaqdan o vaxt düzə gəlmiş. İndi bu Rafik yol boyu sizdən soruşmurdu ki, Söhbət var, kimləndir, nədir, nə söhbət, biz buyurun, nəvi ilə bu söhbət olmadı ki, kimlə o söhbət edir, nə söhbət edir, bu söhbət eləmədi ki, məsələn, Muğdatla elərsən, kimlə edirsən, bu söhbət olmadı. Getdik ora çatanda, amma yol uzun belə verdi axşam gəzməyə gedərik, gedərik, bax beləsiniz, olsun getdik. Bu da əməm oluydu, qabaqda eyləmişdi. Bu da eylədi onun arxasında. Həmin moment Muğdat düşdü, gəldi.
Nəvi düşdü, keçdi qalağa. Orada tutdu qalaqda yanında. Bana dedilər, düşdü ötəsindən. Qeyd edək ki, elə ilkin istintaq vaxtı müəyyən olunmuşdur ki, 1991-ci ildə Gürcüstanın Bolnisi rayonunda Tofiq Qarabağov tərəfindən Müqdət Ömərova yetirilən odlu silah yarası nəticəsində həmin ailələr arasında düşmənçilik başlayıb. Davam edən qərəzli münasibətlər zəminində Müqdət Tofiqi qətlə yetirib. Bakıda yaşayan və Rafiq adı ilə tanınan Vahid Hümbətov sonuncunun sadiq yaxın adamı hesab edildiyinə görə Ömərov onu öldürüb. Qarabağovlar kimlərdirlər? Onlar da bizim kəndimiz. Tofiqçi. Bəli. Onlarla Muğdat arasında nə münasibət olur ki? O vaxt mən də Rusiyyədə idim, işləməyə getmişdim. Dalaşıblar, dalaşıblar aralarında. Kim ilə danışır? Mən Qarabağlarla Muğdatçı. Muğdatçı, konkret kim? Tofiq dalaşıb Muğdatla. Tofişlə dalaşıb. Nə olub ki, aralarında nə olub? Bilmirəm, yalan deyirəm orası. Muğdatı vurublar. Hə, vurublar Muğdat. Nə ilə? Tapanca ilə? Tapanca ilə vurublar. Arasına vurmuşlar. Bilmirəm, vallahi yalan deyirəm. İndi sən Tofiqi tanıyırdın. Başqa Bu diyor o şeyləri, Qarabağ Tofiqi tanıyırdın sən. kəndçimiz idi. Yan tanıyırsan da. Tanışmışam. İndi onlardan kim vurmuşdu Muğdatı? Yadında da yox. Yox. Sonradan da bilmədi kim vurubdu. Yoxdur, heç maraqlanmadım. Şahid qismində dindirilmiş məhkum Naqmat Omarov bildirib ki, Vahid Hümbətovun ölümü ilə bağlı hadisədə 5 nəfər olmalarını Ramizdən eşidib. 1996-cı ildə Nərimanov rayonunda uşaq oğurluğunda iştirak etdiyini etiraf edən Naqmat, Vahidin ölümündə əli olmadığını deyib. Yəni o vaxtlar deyirsiniz, özü tanımısınız sən, tanımısınız. Deyirsiniz ki, kiçik qardaşıdır. Adı da Naqmatdır, adı da Nəğmət deyirlər. Bu sizin yox. İndi deyirsiniz ki, mən belə gəlir ki, bunu. Belə sifətdə deyil. Belə sifətdə indi bu sifəti tükürür. Tükürü yox, ağrıq idi. Şimdi sen 10 yıl geçirdi. 10 il keçdi. Ağrıq idi. 10 il keçdi. Əgər o düşə dur, gələ təkrar edirəm. Ağrıq idi. Sualın var? Evet. Sonra. Ben birincisi orada olmamışım. Sualınızı verin, sual. Ben sizden soruşum, siz deyirsiniz bana o oxşuyurdu. Ben ola bilmərəm axı. O ki mənə oxşuyurdu. Bir dəqiqə sualınızı verin. Sual ver. Sən niye burada bir şey yok. Sen mənə gəl ki, burada başa düşürsən bizə Bir dəqiqə izah edin. Sualınızı verin. Sualım budur ki, mən idim sada. Sən mənə diqqətlə bax. Mən orada olmuşamsa denən bu adam orada olub. Allah var göydə. Gör nə deyirəm, mən gəlmə təkrar edirəm, qulaq as, bir də söz deyirəm. Mən bunu atrifsət eləməm, o sizin vəkiliniz mənim deyiləm, belə sifətdə döyüldüm. Arıq oğlan idim. Əgər oydusa, sənsən. O döysə, mən səni belə tanımıram orada. Başa düşdüm, yox. Bundan artıq mən artıq əzikirəm, deyiləm, belə döydün sən. O vaxt nə deyir? Arıq oğlan olur. Əgər odursa da olur, arıq oğlan olur. Əgər olsansa, mən sən artıq əzik bir söz demirəm qədər. Mən demirəm ki, başqaları kimi. Konsulluqlarım xəşir. Mən demirəm ki, qardaşın kimi sən gürülətdən gəl. Mən əlməlim, başdan da dedim, nərmət olmanız, mən şəhər danışmaram. Ona görə ki, məni buraya gətirəm, ya əgər nərmətsənsə də, belə deyim, əgər o adam olubsansa da, ya sənsən, kimsə də məni buraya Gürcistandan gətirdim. Bu dedikləri yerlər ki, getdik, belirlədik. Mən o yerlərdə olmamışam, xeyr olmamışam. Nə də bu insanı tanımıram. Bu insanı mən birinci dəfədir görürəm. Elə bax. Mən olmamışam, qadama. Başıma verim. Prosesdə hazırda cəzalarını çəkən Müqdət Ömərov və Ramiz Ələkbərov Vahid Hümbətovun qətlində iştirak etmədiklərini bildiriblər. Banda üzvü Beylər Allahverdiyev deyib ki, Hümbətovun qətlində Müqdət, Nəbi və İlo adlı Füzuli Məmmədov iştirak ediblər. Eşitdiyinə görə yol boyu Vahid öldürüləcəyini başa düşüb onlara yalvarıb, lakin buna baxmayaraq Müqdət ona atəş açıb, mərhumun üzərinə yanacağı isə Nəbi ilə Füzuli töküblər. Burada düşdü maşından, yaxınlaşdı. O vaxtadan da bu Nəbi roldan düşdü, geri keçdi. Orada da oturdu qabaqda. Qabaqda harda? Rolun qabaqda. Sürücünün yerində də? Sürücünün yerində, orada geri keçdi. Sonra bu bana dedi ki, sən düş bizim söhbətimiz var, Muğdət. Muğdət bana dedi, düş maşından bizim söhbətimiz var.
Mən də düşdüm, qardaşı da oradan gəldi, biz dayandı. Qardaşı? Kim? Qardaşı? Mürdətin Qardaşı. qardaşı. Ha. O oralarda dayandı, söhbət edirlər. Dayandı, eşitməyə bilməyir. Çox yox. Bir 15 metr, 20 metr. Orada. Həmin yerdə belə. Ha, orada dayandı, siqareta çay söhbət edir, bir də tapança səsi eşidirlər. Aha. Mən eşitdim, o da eşitdi tapança səsini. Eşidəndə qapıyı açdılar, süzdülər, apardılar. Hansı qapını açdılar onlar? Qabaq qapı. Qabaq qapını. Ha. İndi sizin dediyinizdə belə çıxır ki, Rafiq Ha, qabaq oturacaqda oturmuşdu. Bax, maşında hər hansı bir xəsarət və yaxud nə olsa güllədən sonra? Yox, elə bir şey mən məsələn maşında görmədim. Aha, ha. Bax, sonra nə cür oldu? Sonra qapını açdılar, süzdülər, apardılar ora. Bax, meyidi oradan gətirdi. Ora. Hansı vəziyyətdə gətirdilər? Sürüyə. Sürüyə. Onun əlində hansı paltarı var idi? Təxmini, yadınızda qalanı. Mənim başım gəldi. Demirəm, başqa ilə. Aha, siz başqa. O nə ilə O idi? dedi vardı da, yəni. Aha, gətirdiniz bura. Gətirdik, yox. Mən biz qaldıq. Ha, o gətirdi, ya. Onlar dəndə, yəni Müqdət, Muğdət, bir də Nəbi. Nəbi gətirdilər Gətirdilər bura. Sonra Muğdət getdi. Aha. Oradan da biz gördük. Qeydin götürdü maşından. Götürdü dəndə, hardan götürdü? Öz növbətisindən. Yox, bagajdan yoxsa Bakdan. Bakdan çəkdilər. Qardaşı nə durmuşdu? O Ha, biz orada durduq. Getdilər, tökdülər, sonra tutdular, maşında fırladılar. yox, tökdülər, nə oldu bu sonra? Yandırdılar. Yandırdılar. Ha, fırladılar maşını, getdik. Bax, həmin şəxsin üzərində zada sənəd, zad var idimi və yaxud bunu Müqdət götürdümü, götürmədim? Bax, bunlardan nə? Bundan mən oradan bura mən... Yox, indi siz hər halda baxmadınız ki, onun bir üstünə baxdılar, elədilərmi? Yəni bu vurandan sonra. Yox. Zərər çəkmişin hüquqi varisi Vaqif Hümbətov mərhum Vahidin onun kiçik qardaşı olmasını göstərib. Bakıda yaşayan vaxtdan etibarən Vahidin ailəsində narazılıq olub. Bu səbəbdən o tək 8-ci kilometr həyat yoldaşı Nuriyə uşaqlarla birgə Bakıxanov qəsəbəsində yaşayıblar. Fərdi qaydada elektrik işləri görüb dolanışıq pulunu qazanıb. 1993-cü il oktyabrın 3-də anası Mərziyə, Samir və Nərgiz adlı uşaqları Vahidin yanında olublar. Günortadan sonra o, övladlarını aparıb arvadına təhvil vermək üçün mənzildən çıxıb. Ayın 3-üdür, bir də anam zəng elədi. Ay bala, ay vacib. Vahid evə gəlmir. 2 gündür yoxdur. Ola bilərmi ki, orada yoldaşının evində qalar, razında. Dedim, əşə orada qalmaz mama. Onlara gedir, elə uşağı təhvil verir, geri qaydır. Orada nəyə qalsın? Təcili gəldim. Gəldim evə, orada dostlarına, ora zəng elədim, heç kim görmüyor. Neftçilərə hərəndim, orada bizim rayondan çox əyləşirlər də metronun qabağında, elə bil ki, o köçkün vaxtından metronun qabağında, ondan soruşdum, bundan soruşdum. Dedi, heç görən yoxdur. Getdim Razinə, 13-cü bölümə var, orada müraciət elədim. Şəkilli apardım, dedi, şəkilli gətir, şəkilli apardım, verdim. Ki, bu itibdir da, yoxdur. Bir gün sabah dedi, bəlkə inciyib yoldaşından, elə uşaqları burada gəlib görüşdürüb anamla, evi təhvil verib çıxıb gedir. Bəlkə o şeydə gedir. O vaxtı da elə bil ki, Qarabağazada da yığıntı var idi. Mən də fikirləşirdim. Ondan sonra xalam oğluna getirdik, getdik Müdafiə Nazirliyinə. Dedik, bəlkə oradan aparıblar. O liniyi də axtardılar, baxdılar, yox. O adam heç elə bil ki, görən yoxdur. Vaqif Hümbətovun öz axtarışları nəticə vermədiyi halda o polisə müraciət edib. Qeyd edək ki, Abşeron rayonunun Çaylı kəndi ərazisində naməlum kişi meyidi hadisədən 2 gün sonra tapılıb. Hadisə yerinə baxış zamanı bir ədəd gilis aşkar edilib. 6 oktyabr 1993-cü il tarixli ekspert rəyinə əsasən mərhumun ölümünə beynin əzilməsi və qansızma səbəb olub. Təəssüf ki, zərər çəkənə qətlə yetirilən qardaşı haqqında o vaxt ümumiyyətlə məlumat verilməyib. Yiyəsi çıxmayan meyidi 2 həftədən sonra, yəni 21 oktyabr 1993-cü ildə Bakıda Qurd Qapısı adlanan qəbristanlıqda 3209 nömrəli qəbirdə dəfn ediblər. Vaqif Hümbətov isə bir ara qardaşının Rusiyaya getməsini zənn edib. Yalnız 2005-ci ilin fevral ayında Baş prokurorluğa çağırıldıqda ona Vahidin Müqdət və onun banda üzvləri tərəfindən öldürülməsi məlum olub. Zərər çəkən təqdim edilən əşyaların arasında şalvarın, gödəkçənin və corabların qalıqlarını tanıyaraq onların mərhuma məxsus olduğunu təsdiq edib.
kimsə də arada bir tanışlarımızdan biri dedi ki, güya Tomskıda gördülər məni. Kimsə də deyib ki, güya Tomskıda. Neyini, getməliyəm də qardaş. Getdim Tomskıda, bizim rayonun adamlarıyla görüşdüm. Görəniniz var, dedi, yox. Görəniniz yox. Sonra bir dedilər Saratovda. Getdim Saratova. Saratovda da axtardı, yox. 2 il keçəndən sonra bir nəfər baxdım məni axtarır. Valif, salam Məlik, tanıyır da bizim rayondandır. Sən dedi, prokuraturaya çağırdılar. Göstərdilər ki, göstərdilər. Yanmış əşyalarını, ayaqqabısını tanıdım da baxdım, bunun ayaqqabısıdır, bunun əşyasıdır. Orada mən bildim ki, Qaziyə belə bir aparıblar 60 kilometr öldürürlər. Bu, Hürmədov, düşmançılıqdan sizin xəbəriniz olub, yoxsa? Yox, möhtərəm rapor. Bizim düşmançılıqdan heç bir xəbərimiz də yoxdur. O adamları heç tanımırıq da. O rəhmətli də tanımır. Orada Ramis adında bir nəfər var. O Ramis özünü qorumaq üçün elə bir ki, qaldırıb bunu atıb. Ramis Kayuçi'də, o Ramis olur. İndi o əlsiz deyil, yolu yoxdur, əli yoxdur, nəsə bax o özünü qorumaq üçün o müddətdən aparıb bu bədbaxt oğlu salıbdır. O da salıb onların əlinə, onlar da bir banda. O Ramiz Yeri məhkəməsində olmuşsunuz da. Olmuşam böyle. O verdiği ifadə yazısadır. Belə. Nə dedi? Dedi, necə apardı? Hamısı deyir ki, mən müddətdən qorxuram. Qorxuram, müddət məni öldürərdi. Mənə dedi, get onu al dilindən çağır. Gətir maşına 30 dur aparım. Hamısı belə deyir ki, qorxuram. Bunu Ramiz dedi. Ramiz də ifadə edir. Bəs bu Füzuli harada oturub onların maşınına? Vallahi orada yadımdan çıxıb nə dedilər, belə ki, Füzuli də maşında olub, dedilər, o da tapılmır. Güya ki, Füzuli də setdədir, haradasa da. Vahidi gülləni kim atıb? Vahidi gülləni atmağı müddət atıb, bir də bir nəfər içində, bilmirəm da. Neçə güllə atılıb ona? 2 güllə atılıb. 2 güllə. Biri harasından, biri harasından? Biri baş nahəsindən deyil, biri də bilmirəm, vallahi deyəsən, belə bir qarın nahəsindən, qarın nahəsindən, dəqiqləşdirək. Bəs meyidi kim yandırır? Meyidi yandırmağı, onu da bilmirəm. Yox, məhkəmədə nə dedilər? Yavuzda dörmür? Yox, yadımda deyil. Muğdar nə dedi məhkəmədə? Məhkəmədə deyir ki, mənim günahım yoxdur. Mən onu əl vurmamışam. Muğdar deyir. O da atiqaz elədi ki, mən... Bəs deyir, kim vurubdur mənim maşınımda olmuş? Güya ki, bunların üstünə yıxdırdı. O da bunların üstünə. Onların yəni kimi? Konkret bilmirəm, Ramisi dedi, dərsən bir də dedi, Füzuli dedi, dərsən. Tanımaya nə dərsən, 60 kilometr buradan cəmaatın oğlunu aparıb orada öldür, üstünə də benzin töküb yandırmağa. Sənin nətər Allah'ın var? Ermənisən, nəsən? Xeyr, mən o adamı tanımamışım, mən yanına baxışım, getməmişim, o adamı mən tanımışam. Mən yalnız... Tanımırsan, nə tərk edimsən sən? Mən öldürən şəxsən, barabar yanına getmişəm mən. Bilməmişəm mən. Məhkəmədə sual varsa sual verir. Onunla bağlısı... Nəyə görə sən eləyirsən? Namusqa zada toxunmuşdu o. Sualı var. Mən baxışıram, mən tanımamışam, mən də bilmirəm kimi. Mən adam görməmişim, mən yalnız öləndə adam görmüşüm. O adam ölür. Müttəhim özünü qismən təqsirli bilməsinə baxmayaraq, onun elan olunmuş ittiham üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin şahidlərin ifadələri ilə, eləcə də cinayət işinin digər materialları ilə tam təsdiq olunub. Tərkib, Naqmat və Müqdət Ömərovların Füzuli Məmmədovun cinayət məsuliyyətindən yayınmaq üçün kömək məqsədi ilə şərh olunan məzmunda verdikləri ifadələrini qəbul etməyib. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 1966-cı il təvəllüdlü Füzuli Məmmədov 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Əlavə edək ki, dəstənin axtarışda olmuş daha bir üzvü, Gürcüstan vətəndaşı Nəbi Əliyev 2009-cu il fevralın 22-sində Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Özbəkistan Respublikasında həbs edilib və Azərbaycana ekstradisiya olunub.